Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? İnşallah yaxşısınız, maşınlarınız da yaxşıdır. Deməli, bizdə belə bir Chevrolet Cruze modeli var. Mənim də heç vaxt görmədiyim bir nasazlıqla yaxınlaşıb. Belə bir nasazlığı var. Deyilənə görə alınan gündən belədir, bir ildən çoxdur. Deməli, avtomobili açarı qaldırdı. Necə deyil? Ne qəşəng açar var. Çıx oldu deyəsən bu. Deməli, belə nasazlıq var. Şüşə təmizləyən. Aşağı rejimdə işləmir. İşləmir. Su vurur. Su püskürür. Amma yenə işləmir. Bu rejimdə də işləmir. Yuxarı çəkirəm. İşləmir. Burada da işləmir. Bilməm, bəlkə ruçkadadır problem. Deməli, maksimumda işləyirmiş. Belə olan halda da avtomobilin bu qaldı belə. Deməli, maksimumda işləyirmiş. İşləyirmişdən də işləyir. Bir də bunu zamaklı açanda da eləmək olar da. Belə də eləmək olar. Bir dəqiqə. Bu niyə? Gözüm belə. Açıldı. Yoxlayaq görə belə vəziyyətdə işləyir. Belə işləmir. Belə işləmir. Belə işləyir. Lənət şeytana. Belə. İndi bu ilə mübarizə aparmaq lazımdır və tapmaq lazımdır bunun dərdini. Görək bu niyə belə eləyir. Düymədə ola bilər burada olsun problem. Ola bilər motorçikdə olsun. Ola bilər bilmirəm. Deməli, bir kadra çəkəcəm. Deməli, birinci gireyim sxemə baxın. Ondan sonra davam eləyərik. Elə sxemi qoyaram. Deməli, yoldaşlar, sxemə əsasən bizdə burada bu vəziyyətə cavab verə bilən qoruyucular və relələr olmalıdır. Deməli, sxemdə görsənir ki, 30 amperlik qoruyucu olmalıdır burada. Həqiqətən də var. 6-cı qoruyucu 30 amper. Bir dəqiqə var. Front wipers 30 amper. Var. Qoruyucu salamatdır. Hər şey qaydasındadır. Qoruyucu salamat olması 3-cü dərəcədə işləməz axı. Sonra bizdə burada 2 relay keçir sxemdə. Front wiper speed, front wiper on. Bu relay belə deyək də silgəcləri qoşan relədir. Bu isə silgəclərin sürətinə cavab verən relədir. Bunun boz olması biraz mənə. Çünki əgər bu 4 kontaktdır. Bu cavab verir ki, o silgəclər işləsinlər. Bir dəqiqə. Məncə belə olmalıdır. Dəqiqə. İşləmir. Deməli, o relay silgəclərin qoşulmağına
cavab verir. O birisi relay isə sürətinə cavab verir. Sxem deyir ki, başa düşmədim. Sxem deyir ki, burada 5 kontakt reli olmalıdır. Burada mı 4 kontakt? Gəlin belə eləyik. Bu 5 kontakt olmalı. Bilmirəm nəyimdir. Hə, bu 5 kontakt. Biz bu 5 kontakt relini quraşdıraq bura hələlik. Bu 5 kontakt olmalıdır. Yəni sxem belə deyir. Yəni sadə yoldan gedək də. Hələ motor zad sökməyə ehtiyac yoxdur. Və yoxlayaq. Bunu da hələlik qoyaq bura qalsın. Bilmirəm bu nəyin relesidir. Yəni görüm bu nəyindir. Check relay 1. AC yox. Relaydir bu. Micro relays AC clutch. Kondisionerin qoşulma relisi. Getdik yoxlamağa. Tak. Yoxlayaq. Oh. 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 Su vuranda, su vuranda da işledi. Ay usta, ay usta. Ay usta, ay usta. Mən inanmıram bu avtomobil Amerikadan belə gəlsin. Amma bəlkə də belə ola bilər, nə bilmirəm. Heç nə. Yəni mən videonun belə qısa olacağını bilməzdim, həqiqətən. Mən fikirləşirdim ki, buraları söküb tökəcəm. Yəqin uçqan zadı çıxardaram, nə bilim. İlgəyim, bilməm də, yəni uzun dərə bir iş gözləyirdim. BCM filan fikirləşirdim belə. Yəni belə qısa olacağını bilmirdim. İndi başa düşdük. Mən bunun asazdığını aşkar elədim. İndi bizə bir relay lazımdır, düzdür? Qoyarıq bir 5 kontakt relay bura. İşləyər. İndi sual. Bəs bunu bura qoyan usta nə fikirləşib, niyə belə eləyib? Sxemə baxmayıb mı? Başqa bilmirəm, bu avtomobildə nələr var, nələr çıxacaq. Amma mən düzün desəm, ancaq su vuranları düzəltməklə mükəlləfəm. Və salam, bu qədər. Görürsünüz, heç kontrolkaya belə ehtiyac olmadı. Heç nə ehtiyac olmadı. Hərdən birdən belə də olur. İndi bu işin qiymətini yazın, zəhmət olmasa. Bu işin yəni qiymətini yazarsınız. Xahiş edirəm.